Gəncədə saxta spirtli içki istehsal etmək istəyən şəxs saxlanılıb. O keyfiyyətsiz spirtdən dırnaqarası Rusiya arağı istehsal etməkdə günahlandırılır. Saxta spirtli içki istehsal etməyə cəhd eləyən şəxs Ağdamdan olan məcburi köçkün Cəlal Mirzəyevdir. Gəncə şəhər baş polis idarəsindən verilən məlumata görə onun idarə etdiyi Mercedes markalı avtomobilə baxış keçirilən zaman yük və salon hissəsindən 3 ədəd plastik qabda 60 litr həcmində spirt, 357 ədəd üzərində müxtəlif markalı rus araqlarının əmtəh nişanları olan boş şüşələr, 218 ədəd həmin araqların tıxacıları, 25 ədəd Rusiya aksiz markası aşkar edilib. Həmin spirtdən və vasitələrdən Cəlal Mirzəyev araq istehsal etməyi planlaşdırırmış. Saxlanılan şəxs isə spirti və adı çəkilən vasitələri tanışının xahişi ilə taksi kimi daşıdığını deyir. Sefdən görmüşəm, var-varlı şəxslər. Mənə deyil ki, sefdən. Əvvəl vermişsiniz, belə bir məsələ. Bir dəfə vermişəm, o da boş kutuda vermişəm. Belə məhsul vermişəm. Siz Vaqif Ağabeyini tanıyırsınız mı? Vaqif'i bir ay, 2 ay olar belə sefimizə gəlib, bizim boş kutuda sefimiz var. Ona gəlib onu tanıyırsınız. Yəni bir-iki dəfə görmüşəm. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.